İş həftəsi başladı. Hər birinizə xeyirli, uğurlu olsun deyirik və yenə də öz vaxtında, öz məkanında birinci studiya Xəzərin efirindədir. Bəli, biz öz işimizi davam etdiririk. Ermənilərin də xəritə oyunu davam edir. Ermənilər minalanmış ərazilərin xəritələrinin onlarda olmadığını deyir. İndiyədək ermənilərin heç bir kəlməsinə inanmadığımız kimi təbii ki, buna da inanmırıq. Məsələ burasındadır ki, bu cür xəritələr hər zaman bir neçə nüsxədə tərtib olunur. Tutalım, bir dığa xəritəni tərtib edir, sonra da eynisini rəhbərlikdə oturanlar üçün çəkir və deyir ki, bu da sizinki. Çox üzr istəyirəm, soxun gözünüzə. Ola bilər ki, onların hərbidən başı çıxmasın. Amma dediklərimin qəbul olunmuş standartları var və o xəritələr olmadıqca azad olunmuş ərazilərimizin minalardan təmizlənmə prosesi uzanacaq. Biz separatçıları xəritədən sildiyimiz kimi minaları da silmək istəyirik, siləcəyik də. Müqəddəs torpaqların xəritəsini sülhlə cızmaq istəyirik, cızacağıq da. Və studiyamızın qonağını böyük məmnuniyyətlə təqdim etmək istəyirəm. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umut Mirzəyev bizimlə birlikdədir. Umut, mənim sizi xoş gördük, axşamınız xeyirli olsun. Axşamınız xeyir, teşekkür edirəm. Biz yenə deyirəm, necə ki o separatçıları öz xəritəmizdən sildik. Təbii ki, bu minaları da siləcəyik, biz bu xəritəni sülhlə cızacağıq. Bunun üçün çalışırıq. Qeyri-hökumət təşkilatları da bir araya gəlir və bunun üçün mübarizə aparırlar. Gəlin birgə atılan addım haqqında danışaq ilk öncə. Teşekkür edirəm. Layla xanım, bugün en büyük problemdir sizin toxunduğunuz mövzu. Azərbaycanlıların bir deyimi var. Deyək ki, fəndkir, biraz fürsətkir bir insan haqqında deyir, onun yarısı yerin altındadır. Biz ermənilərin yarısıyla problemi həll elədik ayın 10'unda. Amma onların yarısı yerin altındadır. Təsəvvür eləyin ki, 10.000 kvadrat kilometr ərazini onlar metir çirkləndiriblər, minalayıblar. Bəzən hər kvadrat metrdən ondan çox mina çıxır. Təsəvvür edirsiniz bu nə böyükdə? Nəinki 30 ili deyir, o təhvil verdikləri son 30 dəqiqəni belə minalamaya sərf eləyib onlar. Bunların işi ümumiyyətlə bu 30 illik dövr, bunların işi ondan ibarət olub ki, Azərbaycanın işğal olmuş ərazilərində talan işlər aparsınlar, dağıtsınlar, xarabazarlığa çevirsinlər və bu azmış kimi bütün ərazilər də bu baş süzən kimi dəlik deşik eləyiblər. O yer eşən bəzi gəmiricilər var. Torpaqlara baxsanız onların uzun illərdir torpaqlar istifadə olunmuyor, böyük bir hissəsi. Yəni bu həm də ekoloji bir fəlakətdir. Yəni bunun üçün təbii ki, böyük resurslar lazım gələcək, böyük əmək lazım gələcək ki, biz bu işlərin ötəsindən gələcək. Maşınlar gətirilib, işlər fasiləsiz. Biz özümüz deməli birinci studiya ailəsi olaraq bir həftə öncə işğaldan azad olunmuş torpaqlarımızdaydıq. Gedən işin də şahidi olduq. Amma bu xəritə olmadan, minanın xəritəsi olmadan uzun çəkən bir prosesdir. Hər halda siz daha yaxşı bilirsiniz ki, mümkün deyil ki, bugün ermənilər absurd bir fikir səsləndirirlər ki, bu xəritələr bizdə yoxdur. Bu hər halda mümkün olan bir şey deyil. Amma siz biganə qalmayaraq qeyri-hökumət təşkilatları bununla bağlı mübarizəyə qoşulursunuz və necə düşünürsünüz? Sizin müraciətinizə hansı cavab gələcək, Umut müəllim? Bizim artıq müraciətimizə müəyyən cavablar verilibdir. Nə kimi cavablar? Hardan? Mən indi onun birini səsləndirəcəyim onunla bağlı. Ümumiyyətlə, demək istəyirəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu təxminən elə 30 ilə yaxındır minalarla mübarizə təhlükəsi ilə mübarizə proqramına qoşulmuş bir təşkilat. Yəni, biz regionlarda minaların mənfi təsirinin tədqiqidir, birinci səviyyəli tədqiqat layihələridir, minadan zərər çəkənlərin ehtiyaclarının öyrənilməsidir. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, birinci Qarabağ müharibəsi dövründə təxminən 1900-dən yuxarı minaya düşmüş insanlar var idi. Ölən və minadan zərər çəkənlər var idi. Onların sayı təxminən 3000-dən ətrafındadır. Dəqiqləşdirilməmiş rəqəmdir. Yəni biz bunları dəqiqləşdirəcəyik. Ayın 25-də
Azərbaycanın 5 vətəndaş cəmiyyəti bizim təşkilatla birlikdə biz dünyanın beynəlxalq təşkilatlarına, BMT-yə, Avropa Komissiyasına, Avropa İttifaqına, dünyanın ən ünlü bu sahədə mina proqramı ilə məşğul olan təşkilatlarına, Umut müəllim, bütün QHT-lər həmrəylik nümayiş etdirmədi bu məsələdə. Niyə 5? Bilirsiniz, biz əslinə qalanda bu təşkilatlar ki var idi, birləşmişdi. Bunlar bu və ya başqa şəkildə bu problemlə daha yaxın olduğu üçün biz deyək ki, birlikdə bir bəyanat imzaladıq və artıq o bəyanatın bir neçə cavabı gəldi. Buyurun, bizi cavablarla tanış edin tamaşaçılarımızı da. Burada deməli, Beynəlxalq Əlillər Təşkilatı var, onun rəhbəri Anna Laçovskaya, Polşalı xanım. Deməli, bizə yazdığı cavabı mən tam oxumaq istəmirəm. Amma əsas məqamlarla əsas bir məqamı oxuyacağım ki, beynəlxalq hüquqa görə münaqişələr bitdikdən sonra münaqişə tərəfləri təkcə hərbi əsirləri qaytarmalı deyil, hətta tərəflər qayıdan mülki əhali arasında ölüm sayını minimuma endirmək üçün minalanmış ərazilərin xəritələrini biri digər tərəfə təqdim etməlidir. Ermənistan tərəfi mülki əhali arasında itkiləri minimuma endirmək üçün həmin mina sahələrinin xəritələrini mübahisəsiz olaraq Azərbaycana verilməlidir. Bundan imtina etmək ağır müharibə cinayətidir. Beləliklə biz bəyanatınızı tam dəstəkləyirik və ortaqlarımız arasında geniş şəkildə bu bəyanatı yayacaq. Yəni artıq bu problemə diqqət ayıran beynəlxalq təşkilatlar da var. Biz düşünürük ki, yaxın gələcəkdə bu beynəlxalq deməli təşkilatlarla birlikdə həm Azərbaycan vətəndaş cəmiyyəti qurumlarının, həm də beynəlxalq qurumların bir şəbəkəsini formalaşdırır. Umut müəllim, mən başa düşürəm. Siz özünüz bacardığınız çərçivədə bu mübarizəni aparırsınız. Təbii ki, bu da təqdirə layiq bir haldır. Polşalı xanıma da təşəkkür edirik. Ən azından müraciətinizə fikir bildirib. Amma baxın, tutalım, bu xanım daha çox əraziyə məlumatlar yayıldı və bizə müsbət cavablar gəldi. Amma gəlin əsas məsələyə çataq. Ermənistan buna necə cavab verəcək? Nəticədə BMT qətnaməsini toz bastıran bir ölkə var ki, onun nəhayətində Azərbaycan əskəri təmizlədi. Söhbət Ermənistandan gedir. Biz buna müsbət cavab aldım tutalım. Nə dəyişəcək? Lələ xanım, bilirsiniz necədir? Bugün dünya maraqlarla idarə olunur. Baxın, bayaq siz Almaniyadan, Fransadan danışdınız. Yəni, onlar nədən çıxış edirlər? Onlar BMT deyək ki, qərarlarından, qanunlarından, özlərinin imza atdığı konvensiyalardan çıxış eləmirlər. Onlar öz deyək ki, maraqlarından çıxış edirlər. Biz buna ikili standartlar deyirik. Bəli, tamamilə düzdür. Ona görə də biz öz çabalarımızı aparmalıyıq. Yəni, vətəndaş cəmiyyəti qurumları öz sahəsində, dövlət öz yerində, bu sahə ilə sorumlu olan təşkilatlar öz yerində, hər kəs öz yerində, mən hesab edirəm ki, bir fəallıq nümayiş elətdirməlidir. Biz deyib, bizə fikir verməyəcəklər, bunun nə nəticəsi olacaq deyib, yəni yan keçməli deyilik. Biz qapıları döyməliyik. Biz, deyək ki, media şəbəkələrində öz çabalarımızı göstərməliyik. Bunun, mən əminəm ki, bu cür fəaliyyətimizi biz düzgün qursak... Sizinlə razıyam, yenə deyirəm, çox təqdirə layiq bir halda. Amma qarşı tərəf Ermənistandır, bunu heç bir halda unutmamalıyıq. Yaxşı, tutalım ki, oldu siz deyən nə yaxşı? Yaxşı, oldu mən deyən. Ermənistanın bunu verəcəyinə güvənmirik, inanmırıq, eləmi? O zaman nə edəcəyik? Beynəlxalq hüquq var, göndərdiyimiz ölkələr var, bizi dəstəkləyənlər var. Ermənistan necə cavab verəcək buna? Yoxsa yenə necəsə o dediyimiz maraqlarına uyğun sıyrılıb bu məsələdən çıxa biləcək? Gəlin biz bir 5-6 ay bundan əvvəlki dövrü bir xatırlayaq da. Ermənistan hansı euforiya içərisində idi? Hətta bizim öz aramızdakı adamlarda hansı bir belə bir yanaşma var idi, dilettant bir yanaşma var idi. Amma mən tam səmimiyyətlə deyirəm, mən bu torpaqların tamamilə işğaldan azad olunacağına həmişə inanmışam. Bir mənalı olaraq. Bir mənalı olaraq. Və inanıram ki, bizim qalan torpaqlarımızda
biraz o deyək ki, bu günlərsi sülhməramların nəzarət elədiyi yerlərdə də inşallah Azərbaycanın bayrağı dalğalanacaq. Və orada da bastırılmış minaları dənə-dənə biz Zərrə şübhəmiz yoxdur. Bayrağımız dalğalanır. Və Ermənistanın özü də dalğalanır. Ermənistanın özü də bu problemin həllində, yəni mən son olaraq hesab edirəm ki, o xəritələri verəcək. Onlar bizim ərazilərdir, bizim bayraqlar dalğalanacaq da, sizlə razıyıq, onu verməlidirlər də. Amma biz tutalım, verəcəklər deyib zamanı itirə bilmirik, işlər gedir. Dünya praktikasında müəyyən üsullar var bununla bağlı. Biz hansı üsuldan yenə də istifadə edə bilərik? Çünki bugün mənim deməli, bizim bu əməkdaşlarımızdan biri dedi ki, ölkəni xatırlamayacağım, bir ölkədə böyük bir əraziyə, məsələn, mal, heyvan buraxılır. Bəli. İli, xırda, buynuzlu heyvanlar, bunların belə köməyini, əgər işin prosesini sürətli aparmaq istəyirsənsə, təbii ki, orada heyvanın qırılmasını istəmərik. Yəni ölkə rəhbərliyi ən yüksək texnologiyanın cəlb olunması üçün artıq qərar verir. Bizdə var maşınlar. Yəni yeni texnologiyalar bölünlərsi araşdırılır, müzakirələr gedir. Mən əminəm ki, bu prosesi sürətləndirən ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik yəni yenidən quruldu. Agentlik formasında. Bəli, agentlik formasında, publik hüquqi şəxs formasında yenidən quruldu və onun maddi-texniki bazası bugün qurulmaqdadır. Mən inanıram ki, bütün bunların hamısı mərhələli şəkildə bizim torpaqların sürəkli şəkildə təmizlənməsi. İnşallah. Umut müəllim, bir də siz dediniz ki, illərdir bu məsələ ilə məşğul olursunuz. Bugün bir fikir eşitdim, amma nə dərəcədə doğru olub olmadığını sizdən soruşaq. Deyirlər ki, illər keçdikcə minalar özü belə torpağın üzərinə qalxırmış. Uzun bir zamandan sonra. Bu doğrudurmu praktikada? Yəni, o minalar özü-özə qalxa bilirmi hansı bir zaman? Bu torpaq yağışlar nəticəsində torpaq deyək ki, yuyulub gedə bilir. Buna görə deyirlər. Buna görə, yəni və yaxud hər hansı bir qazıntı işləri aparıla bilər. Mən sizə bir şey deyim ki, bu acı bir problemdir. Yəni, bilirsiniz, İkinci Dünya Müharibəsindən sonra bilirsiniz, bir günlərsi Belarusiyada, Ukraynada, hətta Rusiyanın özündə bu problem yaşanmaqdadır meşələrdə, müəyyən ərazilərdə. Amma bir gün Azərbaycanın lazım, çox vacib olan məqamlar budur ki, əhalinin qayıdacağı yerlərdə, infrastrukturun, deyək ki, yenidən qurulacağı yerlərdə proses sürəkli aparılmalıdır və bunun üçün də lazım olan bütün işlər görülməkdədir. Mən əlavə olaraq bir faktı da qeyd eləmək istəyirəm. O zaman qısaca, çünki biz sağollaşmalıyıq. Birləşmiş Millətlər Təşkilatında bizim nümayəndəmiz var, Cenevra ofisində. Biz artıq o da hərəkətə keçib və BMT-nin İnsan Hüquqları Komissiyasında və digər beynəlxalq qurumlarla bu istiqamətdə müəyyən danışıqlar aparır. Çox təşəkkür edirik. Yəni, biz hər birimiz bu problemin çözülməsində öz sözsüz ki, yəni birliyimizi məhz burada da nümayiş elətdirməliyik. Təşəkkür edirik sizə. Ən azından bir neçə dəfə Ali Baş Komandanın çıxışlarında biz minaların xəritəsi verilməlidir sözünü eşitmişik və əminik ki, bütün sözlərində yəni dedi və etdi dediyimiz Ali Baş Komandanımız buna da nail olacaq və biz tez bir zamanda bu problemdən yaxamızı qurtarmış olacaq. Təşəkkür edirik. Dünya dövlətləri də Ermənistana səslənməlidir. Yəni bu xəritələrin verilməsi üçün bu insanlığa qarşı olan böyük bir cinayətdir.